Tərəfləri 2-5 nisbətində olan paralleqramı deməli bu 2K, bu isə 5K olarsa, paralleqramın perimetri 14 olarsa P bərabərdir 14 və P bərabərdir 2 vurulsun 2K plus 5K bərabərdir 2 vurulsun 7K 14K. Deməli K da bərabərdir 1'dir. Deməli elə tərəfin biri 2, biri isə 5'dir. Onun diagonalların kvadratları cəmi bizdən tələb olunur. Ümumiyyətlə paralleqramın kvadratlarının diagonalların kvadratları cəmi onun tərəflərinin kvadratları cəminin 2 mislinə bərabərdir. Və buradan biz D1 kvadrat üstəgəlin üçün D2 kvadrat bərabərdir yaza bilərik. 2 vurulsun. A kvadratla B kvadratın cəmi. A-nı biz 2, B-ni isə 5 olaraq tapmışdıq. Deməli 2'nin kvadratı üstəgəl 5'in kvadratı bərabərdir. 2 vurulsun 4 üstəgəlin 25, 29. 29'u da 2'ye vursaq 58 olaraq.